Bildiyiniz kimi son günlərdə İranın sipahi Azərbaycanın sınırlarında əskəri bir manovr keçirdi. Bu əskəri manovrun ən mühüm məqsədlərindən Araz çayının üstünə körpü vurub və İranın hərbi güclərini o körpüdən keçirtməyi nümayiş etdirdi. İran bu əskəri manovrda daha çox əskəri gücünü nümayiş etdirdi və bu əskəri manovrdan məqsəd Azərbaycan dövlətini Zəngəzur koridoru haqqında sıxıntıya qoymaqdır. Bildiyiniz kimi 2-ci Qarabağ savaşından sonra da İran Azərbaycan sınırlarında bir əskəri manovda keçirmişdi. Orada da məqsəd Azərbaycan dövlətini sıxıntıya qoymaqdır. Bu iki əskəri manovdan sonra Azərbaycan hakimiyyət tərəfindən və Azərbaycan media tərəfindən İranın Azərbaycan sınırında əskəri güc və qüdrəti nümayişə verməsi reaksiyalara səbəb olmuşdu. Bura gəldiyində Azərbaycan-İran münasibətləri və Türkiyə-İran ilişkiləri söz konusu olduğunda bir analiz fikrimdə var idi. Onu burada dostlara danışmaq istəyirəm. Azərbaycan yuxudan ayrılmış, mübarəkdir. 30 ildir o sınırlar, Azərbaycan-İran sınırları, Azərbaycanın milli təhlükəsizliyini təhlükəyə salan bir durumda olub. Oradan uyuşturucu, oradan terörist, oradan İslamist, ya oradan anti-İsrail eyləm, oradan hər nə desən, o sınırdan keçib. Yəni bu sınır, yəni Azərbaycanın İran sınırı ən güvənsiz sınırlardan biridir. Və Azərbaycanın milli güvənliyinə əlbəttə ki, böyük problemdir. Amma keçən 30 ildə ona heç düşünən olmamışdır. Ona bir stratejik plan quran olmamışdır. Bu problem yalnız Azərbaycanın İran sınırları deyil, tamamen Türkiyə ilə İran sınırı da bu şəraitdədir. Türkiyə ilə İran sınırları qaçaq mərkəzi, insan qaçaqçılığı, uyuşturucu qaçaqçılığı, silah qaçaqçılığı və hətta PKK-ya belə İranda barındırıb bəslənməyə yol oradan, yəni İranla Türkiyə sınırları. Amma Türkiyə keçən 50-60 ildə deyək də, çünki Cumhuriyyət qurulanda problemlər çox idi. Yəni Qurtuluş Savaşı falan vardı. Yəni 30-40 il ondan məşğuludur. Amma 50 il, 60 il bundan öncədən bu sınırlar, yəni İranın Türkiyə sınırları hər zaman güvənsiz olmuşdur. Amma təəssüflə Ankara'da oturanlar İrana inanan bir insanlarmışlar. Təəssüflə. Yəni gözün açıb gerçeği görmeyen bir politika yürütmüşler. Türkiye'nin İran sınırları hiç zaman güvende olmamıştı. Yani Türkiye'nin de milli güvenliği İran'ın sınırları tarafından her zaman tehdit altında olmuştur. Adını çəkdiyim səbəblərə görə. Ama halen Türkiye ayrılmamıştır. Türkiye hələ yuxudadır. Siyasi dirayət yoxdur. Siyasi dirayətin olmaması, ulus devletinin, doktrininin Türkiye'de hakimiyyəti olmasının sonucudur. Türkiye demokratikləşirsə, istər istemez İran sınırlarına diqqət yetirməlidir və oranı güvən altına almaq üçün müəyyən stratejik planlar qurmalıdır. O planın içində istər istemez İran'da yaşayan Türklər, ələlxüsus Azərbaycanda yaşayan Türklər çox önemli bir faktordur. Niçin? Elə bir politika götürülərək ki, o xalq Türkiye'nin sınırlarının İran tərəfindən güvənliyi təmin etsin. Onun yolu var. Siyaset bilenler, strateji bilenler bunu bilərlər. Ki orada ne olmalı? Yani İran'da bir federal devlet kurulmayınca ve Azerbaycan'ın sınırları müəyyən Azerbaycan tərəfindən kontrol olmayınca Türkiye'nin sınırları İran tərəfindən heç zaman güvende olmayacak. Bu fakt Azərbaycana dəxil olan bir faktdır. Yəni bugünkü Sipah gedibdi, Arazın o tərəfindən güc manovru verir və özünü güstahcasına Azərbaycana saldırmaya çalışma bir durumuna gətirib göstərməsi həqiqətən utanc vericidir. Ne üçün Azərbaycan, ne üçün Türkiyə İran sınırlarının güvən altına almasını düşünmürlər? Və indiyə qədər düşünməmişlər. Mesela Türkiye'den 50-60 il bundan qabaqdan və Azərbaycana geçen 30 ildən bu yana. İndi yuxudan ayırıblar ki, İran Ermənistanı dost tutur. İran Azərbaycan sınırlarında əskəri manovr geçirir və Azərbaycana meydan oxuyur. Ne zamana kadar ki Azərbaycanın və Türkiye'nin siyasetleri İran sınırı güvən altına almaq üçün düzgün düşünməyiblərsə, düzgün bir stratejik plan qurmayıblarsa
və bu planın içində İranda yaşayan türklər, ələlxüsus Güney Azərbaycanda yaşayan türklərin bu planın içində yerləşdirilməyiblər. Heç zaman nə Türkiyənin və nə Azərbaycanın sınırları İran tərəfindən güvəndə olmayacaqdır.